Yeni Xəzər ansamblı dəyərli qonaqcanlı tamaşaçıları yenidən sevərəkdən evlərinizin qonağıyıq. Çox maraqlı qonaqlarımızla, dəyərli sənətkarlarımızla bərabər qonaqcanlı yenidən efirdədir. Baxmayaraq ki, havalar istidir, amma biz işləyirik, əhvalımız gözəldir. Bu günləri bilirsən də, Əli Səfdər, Milli Sevgi Gününü qeyd edirik. Əlbəttə ki, ölkəmizdə hər kəsə sevgi dolu, sevinç dolu, gözəl günlər nəsib olsun inşallah. Hər zaman bir-birimizi sevək, dəyər verək, sevgi ilə yanaşaq. Bundan gözəl nə var ki, ürəyimizdən, qəlbimizdən o pis niyyətlər, pis arzular, qara bir də görürsən fikirli insanlar olur, ürəyi qara insanlar. Elə insanlardan uzaq olaq. Valla, hər zaman deyirlər o ürəyinin gözəlliyi hər zaman simanda əks olunur. Kim ki, baxırıq ki, gözəldir, cavandır, gümrahdır, o gözündə bir sevgi baxışları var. Demək ki, o insanların ürəyi də elədir. Kimin ki, o üzündə hərdən o bir qəribə mimika olur, baxırsan deyirlər ki, elə bax, ürəyi kimi özü də. Axı, simamız qəlbimizin aynasıdır, belə deyək. Və Əli Səfdər, nə almısan bu günləri həyat yoldaşına? Nə salmısan? Yox. Həl almamısan. İnşallah gedəndə alarsan. O deyirik, hər kəs gəldi, gedərdi, bizə qalan boz sərçədir. Əli Səfdər, elə sənsən, maşallah. Hamı gəlir, gedir, istirahət edir. Əli Səfdər, bir də mən qonaqcanlı tamaşaçılarınla bizə xoşdur ki, hər gün salamlaşırıq. Bundan gözəl his var. Hisslərimizi, sevincimizi, hər birini bizi seyr edən, bizə dəyər verən dəyərli tamaşaçılarımızla bərabər bölüşürük. Və yeri gəlmişkən, ay Ruslan, səni də xoş gördük. Bu günləri Ruslan bizim rejissorumuz bizi çəkir. Əli Səfdər, bax ha, keyfin yaxşı olsun. Ruslan xoşlayır bizi tez-tez efirdə verməyə. Ona görə biraz şən-şux, şax ol. Bu günləri özdə sənə uyğun belə sevdiyin, dəyər verdiyin insanları dəvət, sənətkarları dəvət etmişik. Gözəl sənətkarlardır, gözəl ailələri var, gözəl belə atadılar, gözəl babadılar. Maşallah, onlar haqqında nə sözlər desək, hamısı onlar üçün elə bil ki, tikilib, biçilib. Çünki elə bir sənətkarları dəvət etmişik. Bizi sevən tamaşaçılarımız var ki, qonaqcanlını hər gün gözləyirlər, izləyirlər. Bilirlər ki, biz səmimiyik, bütün sözümüz, söhbətimiz onlarla bərabərdir. Bugün də doğum günlərini, özəl günlərini qeyd edən dəyərlilərimiz 404-31-15 nömrəsini yığın. Doğum günü yox, bu günləri xahiş edirəm Şahbazə xanım, ilk zəng edən tamaşaçımızı qoş. Kim həyat yoldaşına gözəl sevgi etirafı etmək istəsə, buyursun 404-31-15 nömrəsini yığsın. Elə o etirafı qonaqcanlıda mütləq canlı edəcəksiniz. Xahiş edirəm, yığın 01250-1060 nömrəsinə SMS-lərinizi göndərin ki, bizə sizin doğum günü, özəl gün təbriklərinizi bilək. Yeri gəlmişkən, bu gözəl geyimimə görə, gözəl libasıma görə Pardi mağazasına təşəkkür edirəm. Pardidə əziz xanımlarımız, gözəl geyimləri siz də əldə edə bilərsiniz. Filiallar çoxdur. Nizami küçəsi, Neftçilər, Xalqlar, Əhmədli, Sumqayıt şəhərində Pardinin gözəl mağazaları var ki, endirimlər də var. Buyurun, əldə edin. Gəlin təbriklərimizi səsləndirək, sonra sənətkarlarımızı dəvət edəcək. Bu günləri Əli Səfdərin bu romantik ifalarından qonaqcanlını başa vuracaq da. Nə olub ay Əli Səfdər? Yaman romantiksən. Neyniyə? Valla, yaxşısan yox. Anar yenə yoxdur, iş başındadır, yəqin, haradasa. Sizdə qonağımız var bu günləri, xoş gəlmişsiniz. Bilirəm, Abbasla Əli ilə bərabər çalışırsınız. Birazdan onları da dəvət edəcəyik. Bizim, bəli, daimi bizim musiqiçilərimiz də var ki, artıq aylardır bərabərik, siz də xoş gördük. Və təbriklərimiz var. Təbii ki, dəyərlilərimizin təbriklərini mütləq səsləndirməliyik. Bacım Məhluqə, sənə ad günü münasibəti ilə təbrik edirəm. Sənə uzun ömür, can sağlığı arzu edirəm. Səni çox sevirəm, yaxşı ki varsan, gözəl bacın. Bacın Şəmsiyə.
Bugün Aynurun doğum günüdür. Onu gəlin bacıları təbrik edir. Sağlam canla yaşasın deyirlər. Nənəsi xoşqədəm, babaları, dayıları da təbriklərə qoşulur. Qazağın Çaylı kəndindən salamlayırıq. Xoş gördük hər birinizi. Sizi daim izləyirik. Var olasınız. Nəvəm Mədinənin 9 yaşı tamam olur. Bütün qohumlarımız atası Turan, anası Nərmin təbrik edir. Mədinə qızımız sağlam, ağıllı, layiqli evlatlardan olasan. Amin deyirik. Mənim sevimli nəvəm Nağıyeva Aysəmə Cavanşir qızının doğum günüdür. Nə qəşəng adı var. Onu təbrik etməyinizi xahiş edirik. Xahiş etməyin, xoşdur bizə. Nənəsinin və bütün doğmaların adından təbrik edirik. Təhsildə və işində uğurlar arzuluruq. Ağcabədi rayonu Rəncəbərlər kəndi. Salamlayırıq buradan Ağcabədi rayonunun Rəncəbərlər kəndini. Oğlum Elayın doğum günüdür. Onu anası Nərmin, atası Hüseyin, nənələri, babaları ürəkdən təbrik edirlər. 1 yaşı tamam olur. Maşallah. Elayı 1 yaşı münasibəti ilə biz də təbrik edirik. İnşallah ağıllı, sağlam ailəsinə layiq evlatlardan olsun. Amin deyirik. Və xahiş edirəm 404-3115 nömrəsini yığın. Sevgi etirafınızı bu günləri Qonaq Canlıda mütləq sevdikləriniz üçün eşitmək istəyirik. Əgər zəngimiz varsa, redaktorumuzdan xahiş edirik ki, mütləq şəkildə xəbər versin. Çünki tamaşaçılarımız izləyirlər axı bizi. Və hazırsan Əlsəftər? Hə, onda sən hazırlaş qonaqlarımızı dəvət edəcəm. Çox dəyərli, hörmətli, sevimli, əziz bir ailəni dəvət edəcəm. Bu günləri məhz elə dəyərli sənətkarlar qonaqlarımızdır. Dəvət edəcəyim hər sənətkar mənim üçün doğmadır, əzizdir. Və bu yaxınlarda da onlara getmişdik. Valla əsl ailə, əsl ata, əsl həyat yoldaşı, əsl baba, nə deyim valla, əsl qaynata, həmin adama nə desən sənətkara, hamısı azdır. Yəni o cür bir ailə gördük, çox xoş oldu. Qonağı da elə qonaq kimi qarşıladılar, qonaq kimi də yola saldılar. Mən istəyirəm ki, dəyərli, əziz insanları dəvət edək. Respublikamızın xalq artisti Firuz Əliyev və onun 2 istedadlı evladı Əli və Abbası dəvət edim. Xoş gəliblər. Xoş gəlmişsiniz. Hər zaman siz gələsiniz. Əli, Abbas, sizi də salamlayıram. İndi görək bu günləri bizdən razı qalacaqsınız. Çox məsuliyyətliyəm bu günləri. Axı siz bizi necə qarşılamışdınız. Xoş gəlmişsiniz. Yaxşısınız Firuz mənim. Sizi təbrik edirəm. Bilirəm ki, ayın 27-si möhtəşəm bir konsertiniz var idi. Təbii ki, birazdan görüntülərimiz də gedəcək. Əli, Abbas, bizim dəyərlilərimiz, əzizlərimiz, siz də var olasınız. Firuz mənim, yaxşısınız? Dünən bizi qorxutdunuz, yoxsa bəhanə eləmək istəyirdiniz? Yox, Allah'a nasıl, bir 10 gün olar xəstəyəm, gezirəm belə. Hə, amma maşallah konsert də vermişsiniz, səfərə də gedirsiniz. Məcburam. Efirə də gəlmişsiniz. Həmişə siz sağlam olun, canınız sağ olsun. Çünki bax, 18 nəvə, neçə evlad idi? 11 nəvə. 11 nəvə idi. Hə, onda mən gedəndə neçə evlad idi? Neçə qız? 6. Hə, 6. Aha, 6 evlad. Sayla 7. Aha, mənlə. Hamımız sizə baxırıq ki, siz sağlam olasınız, var olasınız. Sizin varlığınız bizim Azərbaycan xalqı üçün də, bizim üçün də çox əziz, dəyərlidir. Çox sağ ol. Nə edirik? İfa edirikmi? Əli, nəsə demək istəyirdin? Hə? Yaxşısınız. Əli bu günləri ifa edəcək, bizim üçün ifa edəcək. Firuz müəllim, bir sizin gözəl bir musiqinizlə bir salamlayaq, hə, tamaşaçılarımızı. Olarmı? Oturum da orada oturum. Hə, orada əyləşin, istəyirsiniz. Məncə 3 kuklet xəzalı çəkirəm. Salam, necəsiniz? Əli, yaxşısan. Əli, əyləşin. Sənin işin lap çətindir. Sağ ol, çox sağ ol.
Sən də Çox sağ olun, əyləş, çox Firuz sağ olun. müəllimi dinləyək. Xoş gəlmisiniz. Sağ olun. Və Firuz müəllimin gözəl bir ifası ilə qonaq canlının musiqili bölməsinə başlayırıq. Əyləş Abbas, sən də bax orada əyləş, orada əyləş. Bax sonra yerinizdən durğuzanda deyəcəksiniz ki, mənim yerim hansıdır? Aha, buyurun. Təşəkkürlər, var olasınız. Ustad, buyurun əyləşin, Firuz müəllim. Uşaqlar hərəsi bir kresloda əyləşdi. İndi birinci atanı əyləşdirmək lazımdır, Firuz müəllimi. Rahat olsun yeri. Bağa köçmüsünüzmü Firuz müəllim, yoxsa hələ köçməmişsinizmi? Bağa köçmüsünüzmü? Hə? İndi sabahda bir şekilde geçer. Köçün gələk də bizdə Firuz müəllim. Vaxt yox taxmağa köçmeye. Hə, vaxt maşallah. İş çoxdur vallahi. Peki başınız hər zaman xoş işlərə qarışsın, konsertlərə qarışsın, toylara qarışsın, tədbirlərə çox sağ qarışsın. Hər zaman səhnədə olun, var olun evlatlarınızın yanında. Vallahi bundan gözəl nə var? Birazdan sevgi etiraf edəcəksiniz xanımınız üçün. Bugün Milli Sevgi Günü də Azərbaycanda. Hərim, heç nə olmamışsınız hədiyə? Bizim işi tutarım. Baxır və izləyir. Birazdan o etirafı da eşidəcək. Hələ nə qəzəllər olacaq qonaqcanlıda, qəzəllər, sevgi qəzəlləri olacaq. Mən istəyirəm növbəti dəyərli qonaqlarımı dəvət edim. Doğrudan da dəyərli qonaqlardır, əzizdilər. Hər zaman var olsunlar. Vallahi dəfələrlə evlərində qonaq olmuşam. Elə Firuz müəllim də bir dəfə bərabər getmişdik qonaq. Çox qonaqpərvərdilər. Ümumiyyətlə insanları çox sevirlər. Yəni belə deyək, hər zaman insanlara da dəyər verirlər, hörmət qoyurlar. Mən istəyirəm böyük məmnuniyyətlə sənətkarımızı və oğlunla bərabər dəvət edəcəm. Ailədə axı bu günləri qonaqlarımız. Əməkdar incəsənət xadimi Aqil Məlikov və oğlu Hüseyin Məlikov. Xoş gəlib qonaqcanlıya.
xoş gəlmişsiniz Aqil müəllim. Hüseyin, xoş gəlmişsiniz. Həmişə mən gəlməyəcəm ki, Aqil müəllim. Bir dəfə də siz gəlin də. Xoş gəlmişsiniz. Xoş oldu sizi görmək. Sağ olun. Gözəl gündür. Bəli. Mənim 50 illik dostum, düz 50 illik dostluğumuzun tarixi var. Bəli. Və onun gözəl günləridir. Ad gününü bu yaxınlarda qeyd eləmişik. Bəli, qeyd etdik. Bugün də sağ olsun televiziya, Xəzər televiziyası televiziyada bu işi davam elətdirir. Biz də məmnuniyyətlə gəlmişik. Siz dostsuz axı, yəni belə deyək. Bugün də sevgi günüdür, milli sevgi günüdür. Qeyd edirsiniz, yoldaşınızı təbrik eləmişsiniz. Yalan ne deyim, heç bilmirdim öyle şey var. Xahiş edirəm, əlim mikrofonu ver. İndi sizin sözünüz var axı. Hər zaman bir sevgi qəzəli deyib, könlünü xoş eləyə bilərsiniz. Hüseyin, səni də xoş gördük. Çox sağ olun, Aytəkin xanım. Bilirsiniz ki, sizin ailəniz mənim üçün də çox dəyərli, əzizdir. Belə deyək ki, o qədər rahatlıqla sizin evdən bir evdəkilərə salam demişik dəfələrlə. Onların da salamı var sizə. Qonaqpərvərsiz, əziz, dəyərli ailəsiz. Hüseyin ifa etməmişdən öncə, Aqil müəllim, bax, bugün bilmirdiniz, hə? İndi bildiniz, bir sevənlər üçün gözəl bir sevgi qəzəli sizdən canlı-canlı istəyirik. Olar mı? Sizdəki var o qəzəllər. Bir beyt deyin. Hə, məncə də. Deyin gəlsin. Buyurun. Oradan gözəl, bu da elə gündür ki, Bəli. Razının bir dənə sözü var, deyir, eydi əsadə nigarə özümə ram elədim. Xalqı bir bayram edər, mən 2 bayram elədim. Oldu 2-ci bayram. Mən nə deyim? Hə? Yox, sevirəm mən səni yarım, gözəlim, özgəni yox. Sən də insaf elə, bu aşıqa nazı, bu ağıla nazı eləmə çox. Aha, Necədir? sonra əladır. Hələlik belə kifayətdir də, sonra hələ söhbət olacaq inşallah. Danışarıq. Danışarıq onda. Siz əyləşin Aqil müəllim, xoş gəlmişsiniz. Hüseynin ifası ilə davam edək. Buyur Hüseyin, ver mikrofonu. Aha, Əli, Abbas, Hüseyin sizi dəvət edir ki, bərabər bir yerdə gözəl bir ifa səsləndirəsiniz. Allah var eləsin. Çox şükür qovuşdurana, 2 dostu qovuşdurduq, hə? Heç görüşmürdünüz ki. Amma bilirəm ki, tez-tez görüşürsünüz, maşallah. Neçə gündən bir görüşürsünüz, dəstləşirsiniz, söhbətləşirsiniz bir, hə? Firuz müəllimdən Aqil müəllim. Toya buradaqdır o heç. Aha. İşdən işə. Amma bizim siniflərimiz yan-yanadır və konservatoriyada. Bəli. 600, 6-cı mərtəbədə 611 mənimdir, səndə neçədir? Məndə də 607. 607. Möhlət müəllimdir, Salam Firuzdur, veririk buradan. sonra Ağasəlim müəllimdir, hamımız oradayıq. Aha. Söhbətlərimiz də gözəl, Sabir Ələkbərovdur. Var olasın. Hazırsınız? Buyurun.
gülüm, mənə naz edirsən sən. Neynim, neynim, neynim gülüm, mənə naz edirsən sən. Neynim, neynim gülüm, mənə naz edirsən sən. Oddan oda düştüm, gülüm səni tapdım mən. Oddan oda düştüm, gülüm səni tapdım mən. Neçə tufan keçdim, gəlib səni tapdım mən. Neçə tufan keçdim, gəlib səni tapdım mən. Neynim, neynim, neynim gülüm, mənə naz edirsən sən. Neynim, neynim gülüm, mənə naz edirsən sən. Neynim, neynim, neynim gülüm, mənə naz edirsən sən. Neynim, neynim gülüm, mənə naz edirsən sən. Yad eylədi cəvəslüvi, ey mahi tələtim. Yad eylədi cəvəslüvi, ey mahi tələtim. Ağlar gözümdə, qana dönəmər əşi həsrətim. Sensiz füzun olur gece gündüz felaketim. Sensiz füzun olur gece gündüz felaketim. Səbrim tükendi, yok qəmi hicrana taqətim. Gel gel, gel gel mənim gözəl mələyim. Nazlı yafətim ayəm ayyan, axəm ayyan ayyanım. Neynim, neynim, neynim gülüm, mənə naz edirsən sən. Neynim, neynim gülüm, mənə naz edirsən sən. Neynim, neynim, neynim gülüm, mənə naz edirsən sən. Neynim, neynim gülüm, mənə naz edirsən sən. Ay, təşəkkürlər Hüseyin, Əli, Abbas, çox sağ olun. Bəs xanımlar naz etməlidir də, niyə etməsinlər? Gəlin əyləşin, xahiş edirəm. Söhbətlərimizlə davam edəcəyik. Bu günləri ən gözəl ifalar, gözəl qəzəllər hər biri qonaq canlıda səslənəcək. Aqil müəllim özü də söz verir ki, Aytəkin qəzəlləri deyir səsləndirəcəm ha. Evdə necədir vəziyyət Aqil müəllim? Yaxşısınız? Gələcəm də yeni mövsümdə mütləq gələcəm. Bu dəfə Firuz müəllimgilə getdik. Elə Əli sağ olsun. Bir təhər atanı razılaşdırdı. Necə oldu o veriliş? Xoşuna Allah, gəldi. Allah, xalqımız sevdi o verilişə. Bayram günlərində getdi. Bəli. Sizin ailəni kim sevmir ki, maşallah. Dəyərli sənətkar olmaqla bərabər Aqil müəllim də, Firuz müəllim də çox yaxşı örnək olacaq ailə başçılarısınız. Çünki tamaşaçılar baxırlar, hər biri deyir ki, maşallahlar olsun, sənət insanlarının da belə gözəl ailələri var, evlatları var, tərbiyəli. Özü də ki, istər Aqil müəllim olsun, Firuz müəllim olsun, evlatları nə xoş ki, sənətlərini davam etdirirlər. Elə Hüseyin də bizim əziz dostumuzdur, dəyərlimizdir, maşallah. Hər zaman belə olsun. Hər kəsə belə gözəl ailə arz edirik. Birazdan danışacağıq Firuz müəllim. Əli niyə kövrəlmişdi, qızlarınız niyə kövrəlmişdi? O haqda da özləri açıqlama verəcəklər. Hər biri haqda. Firuz müəllim niyə kövrəltmişdi Əli? O haqda da danışarıq. İfa eləyəcək bugün, söz verib bizə. Deyir, oxuyacam da, maşallah, gözəl səsim var da Əli. Niyə də ki, o səsi biz təqdim etməyək. Bir dəyərli, gözəl xanım da var ki, o xanımı xalqımız da çox sevir. Gözəl səsi var, dəyərli səsi var və sənət insanları da
fərqi olmadan, istər öz yaşları olsun, istər bax belə ustad, dəyərli sənətkarlar olsun, o xanımı çox istəyirlər, sənətini çox istəyirlər. Çünki dəyərlidir, əzizdir, ədəb-ərkanlıdır, valla səsinin də əvəzi yoxdur. Mən istəyirəm ki, Səbinə Ərəblini dəvət edim, xoş gəlibdir Qonaqcanlıya. Xoş gəlmişsən, xoş gördük səni də, mikrofonu mən sənə təqdim edəcəm. Əli ilə Abbasa nə işarə etmisənsə yerlərindən durmadılar ki, Səbinə gəlir, ifa eləyəcək. Salamlayıram sizi, dəyərli sənətkarlarımızı, mənim gözəl dostlarımı. Bugün fonoqramdır, amma Əligillə deyil, ona görə tək oxuyacağım. Çünki onlar ifa etməyibsə düzgün deyil də, orada tutsun. Onda Əli, get əyləş, yerinizdə əyləşin. Səbinə xanım sizə əziyyət vermir. Səbinə, səni də xoş gördük. Çox sağ olun, təşəkkür edirəm. Tamaşaçıları da salamlayıram. Sən bilirsən ki, səni xalqımız çox sevir, biz də çox sevirik. Dəyərlisən, əzizsən. Birazdan deyərik, İbrahim sən hədiyyə aldı günləri. Biz o birisini qeyd eləmişik. O birisini qeyd eləmişik. Allah yaxşı, onda yaxşı. Özdə təsadüfdür, bilmirəm necədirsə. Yadımdadır ki, illər qabaq elə bu günü biz sizin evdə, ailədə qonaq olmuşduq. Çox sevilib, bəyənilmişdi o evdəkilərə salam verilişi. Amma qismət, yenə də belə gözəl sevgi günündə görüşürük. Çox sağ olun, təşəkkür edirəm. Eşqə düşən könlüm, könlüm, yeni eşqə düşən könlüm, könlüm. Mizrab gətir, teli dindir, teli dindir, teli dindir. Mizrab gətir, teli dindir, teli dindir, teli dindir. Çəmənə gel gel, bülbül olup gülü dindir, gülü dindir. Çəmənə çıx, seyrana gel gel, bülbül olup gülü dindir, gülü dindir. Bülbül olup gülü dindir, gülü dindir. Nazlıyam, naz eylərəm yara. Mən nazlıyam, naz eylərəm yara. Naz yaraşır nazlı yara, yara. Nazlı, nazlı yara. Naz yaraşır nazlı yara, yara. Nazlı, nazlı yara. Çəmənə seyrana gel gel, bülbül olup gülü dindir, gülü dindir. Çəmənə çıx, seyrana gel gel, bülbül olup gülü dindir, gülü dindir. Bülbül olup gülü dindir, gülü dindir. Hicranın ağrısı nedir? Aylardan soruşma, aylar dindir. Aşkın azabını duymak istesen, susup danışmayan
Diller bülbüllerin avazın sesin Çemene yayılan yazın nefesin Yaşamak hevesiye, vüsal hevesiye Yaşamak hevesin, vüsal hevesin Bülbülden haber al, bülbülden haber al Güller dindir, güller dindir Çemene çek
Ay, təşəkkürlər. Çox sağ olun. Var olun. Sağ Və olun, mən sağ istəyirəm olun. ki, sponsorlarımıza təşəkkür edək. Maşallah, bu günləri sözümüz, söhbətimiz boldur. Aqil müəllim, bir qəşəng qəzəl hazırlayın. Mən də sponsorlarımıza Buyurun, təşəkkür edim. Xüsusi sponsorumuz Campetə təşəkkür edirik. Cəmiyyətdə çox danışılmasa və paylaşılmasa da, bugün bir çox insan müəyyən problemlərdən əziyyət çəkir. Türkiyənin çox seçilən böyüklər üçün bez markası Campet bu sahədə sizə geniş məhsul çeşidi ilə misilsiz həllər təklif edir. Xüsusi olaraq böyüklər üçün hazırlanmış fərqli məhsullara sahib olan Campet həyatınızı asanlaşdırır. Siz də həyatı dolu-dolu yaşamaq istəyirsinizsə, özünüzü güvəndə hiss etmək istəyirsinizsə, risk etməyin. Campet alın. Bəli, hava istidir, soyuqdur, fərqi yoxdur. Hava şəraitindən asılı olmayaraq şiddətli boğaz ağrısı, boğazda qızartı, angina, faringit, tanzilit kimi xəstəliklər səbəbindən baş verir. Bu hallarda angilordan istifadə edə bilərsiniz. Angilor viruslar məhv edir, iltihabı və ağrını tez bir zamanda aradan qaldırır. Tez və effektiv təsirə malikdir. 20 ildən çoxdur ki, ailələrimizin də, süfrələrimizin də əvəz olunmaz suyu, limonatı, slavyanka suları və limonatlardır ki, siz də evinizə, ofisinizə slavyanka suları sifariş etmək istəyirsinizsə, çox rahat. Ulduz 21-21 nömrəsini yığırsınız, sifarişiniz anında, ünvanda olur. Əli, Abbas, gəl nə eləşin, xahiş edirəm. Söhbətimizi davam edək, təbii ki. Aqil müəllim, necəsiz, yaxşısınızmı? Belə deyim də, Hüseyin sözünüzə baxırmı? Hüseyin. Hə? Hə, işləyir, mikrofon var üzərinizdədir. Hə, oğlanlar, sözə baxırmı? Hər ikisi sözümə baxırlar. Maşallah, hə. Sözümə baxmayanda acıqlanıram onlara, danışmıram. Hə, danışmırsınız? Hə, bəli. Neçə Amma çox müddət çəkir o? acıqlanmıram, narazılığım yoxdur. Həyatda da görsən hərdən bir elə iş olur ki, xoşuma gəlmir, onu deyirəm, qulaq assınlar. Asmasalar özü bir dəfə deyirəm. Aha. Çünki olan yaşının elə vaxtı indi ki, yaxşı məsləhəti gərək elə əvvəlinci kəlmədə qəbul eləsinlər. Bəli. Eləyirlər də. Eləyirlər, yaxşı olur. Çox şükürlər Sözümə də olsun. qulaq asırlar. Qalan işlər hamısı yaxşıdır. Yaxşı. Hamısı. Söndür, həmişə yanımdadır. Mən də onun yanındayım. Elə heç uzaqlaşma da, evi də düz yanınızdan Allah çıxır sağ- ki, Hə, bəli, atadan getməyim. Bəli, Hə? bəli. Dizinin dibində, qırağında oturmadan. Hə, bəli. Qaldı, bayaq Hüseyin bir mahnı oxudu. Səbinə də gözəl bir Bəli. mahnı oxudu. O mahnıların ikisi də Firuzla məni burada tutdu. Yaman tutdu. Yəni eşitmişik onları ya. Amma bugün nədənsə bilməm, Bəstəkarın. sevgi günüdür, nədir ondandır, nədirsə çox təsir elədi bizə. Çox qəribədir Mən ki. Firuzu da gördüm, onun vəsə dəyişdi əhvalı. Bəstəkarı Mənə lap da çox var. təsir elədi. Allah Ramiz Milişlinə rəhmət eləsin. Allah rəhmət. Ramiz Milişli son illərdə bizi ilə konservatoriyada müəllim kimi böyük sənətkardır. İşləyirdi və çox yaxın münasibətimiz vardı. Qaldı Cahangirovun mahnısı. Gözəldir, Səbinə də çoxdan gözəl ifalədir. Onu mən ya bir dəfə aya eşitmişəm, aya yox. Eşitmişəm amma. Amma bugün də yeni Elə Aqil müəllim onu deyəcəkdim. Bax indi mahnılar var. Siz çünki qəzəlləri çox gözəl bilirsiniz. O, yəni hər kəsdə olmur o istedad təbii ki. O bədavətən gələn istedaddır hansı ki siz o əzbər qəzəlləri hər zaman demisiniz, söyləmisiniz. Bax indi mahnının sözləri var da müəyyən mahnı. Onlar sizi qane edirmi indi eləsi yazılan var, mahnı? qane eləyir, eləsi var yox. Baxın O bəstəkarın böyüklüyündən asılıdır. Mahnı üçün mətinsə səndə, bəstəkar onu seçir, götürür. Yaxşı sözün, yaxşı da musiqisi olur. bax bu meyxana üslubunda yazılan mahnılar Yox, necə? onlar mahnı Bəyənirsiniz? deyil. Onlar mahnı deyil. Aytəkin xanım, meyxanaçıların da xətrini çox istəyirəm. Böyük hörmətim də var, istedadlı adamdılar. Amma onlar mahnı oxumurlar. Siz O demişsiniz ki, bu meyxananı meyxana ritmə salıb deyənlər- oxuyurlar. Elə şey yox. Və bir söz də demişsiniz ki, bu meyxana deyənlər musiqini korladılar. Yəni İndi bunu- də elə dərinə gedəndə sonra acıqlığa gəl məndən. Mən istəmirəm onu deyim. Biraz ehtiyatlı olsunlar bu işdə. Bizim Azərbaycanın böyük musiqi sənəti var. Bəli. Bir dənə mahnı bizi dəli elədi burada. Onu Ramiz Bilişli yazıb o mahnını. Onu böyük Cahangirov yazır. Yazırsan belə yaz. Yaza bilmirsənsə ritm tutur, bu da gəlir. Meyxana kimi deyir, onu elə mən də elərəm də. Nə olsun. Amma siz də çox qəzəllər demisiniz. Qəzəl deyərəm. Aha. Bax Hüseyn bəy oxudu. Bəli, Bir Hüseyn Cavidin şeirini oxudu, bir bəndini oxudu. bəli. Ona görə istəyirəm onu deyim ki, qoy Hüseyn Cavidin də ruhu şad olsun bugünkü Bir gün. də görürsünüz o qəzəllərdən də meyxana yaranır. Elə Nə var deyilmi? yerə? Nəsiminin qəzəlini nə günə qoydular? Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhər ilə məkan mənəm,
şovunu məkana sığmazam. Bəli. Götürdülər qəzəl. Niyə? Niyə? Çünki qəzəlin mahiyyətini, fəlsəfəsini, elmini, heç nəyi bilmirlər. Onlar elə bilirlər ki, Nəsimi oturub deyib, bir daha belə şey yazmaz üçün. Nəsimi 12 elmin alimi olub. Bəli. 12 elmin böyük bilicisi olub, alimi olub. Quran elmi, fiqh elmi, hədis elmi, ədəbiyyat elmi, tarix elmi, hüquq elmi, bunların hamısının böyük bilicisi olub. Onun sözləri, o qəzəli, qəzəl deyir o. O əslində ona fəxriyyə deyirlər şeir aləmində. 16 beyt, artıq qəsidə əzmindədir o. Onu bir ansambl oxuyur, orada Təyyar da oxuyur, o Sami Yusuf da oxuyur. Bəli, Bax, bəli. onlar onu tapırlar ruhunu, o mahnının. Bəli, Sən də oradasan. O mahnının, o fəxriyyənin ruhunu tapıblar onlar. Adam qulaq açıqsan doymur. Gözəl Amma o təqdim etmək lazımdır. Ritim kimi gözəldir. Bəli. Amma sözdə də o ritmi başqa sözdən oxu, sadə Onu sözlərlə. rəqs eləmək olar, bax Axı- o mahnını ifa edəndə rəqs eləmək olarmı? Çünki Olmaz qətiyyən, olmaz. şən notlarla olarmı? Olmaz, olmaz. O niyə yenə də deyirəm də mahiyyətini bilmirlər. Amma bir vaxtlar 600 ildir. 600 ildir, 600 il. Bəli, Bir daha beytin üstündə dava gedir ki, Nəsimi nə deyib burada. bəli. O adam da ona düşər ortalık. Yanıq Kərəmini oynayırlar. Adam da Yanıq Kərəmini oynayar. Bunun adı Yanıq Kərəmidir. Yəni yandırır, yaxır musiqisi, insan qəlbini ehtisaza gətirir. Sən düşüb ortalığı oynayırsan. Amma Demək sən mahnının ondan o- heç nə başa düşmürsən. Şən notlarla yazılmışdı. Yəni Afət Fərmanqızı onu ifa etdi. Şimdi nota salmaq asandır. Çox rəqs etdilər, tənqid olundu, bəyənildi. Olmaz. Mən belə başa düşürəm. Yad eylədikcə vəslini, ey mahı tələtim. Mənim səsim xəstələnmişəm, ona görə yerində. Yəni, belə də xoşdur bizə. Agil müəllim, buyurun. Yad eylədikcə vəslini, ey mahı tələtim. Ağlar gözümdə qana dönər, əşki həsrətim. Sənsiz füzun olur gecə gündüz fəlakətim. Səbrim tükəndi, yox qəmi hicrana taqətim. Gəl, gəl mənim gözəl mələyim, nazlı yafətim. Röyada mən keçən gecə eylərkən ahüzar, sən vermədinmi bir əbədi vəslüsün qərar? İnsafa gəl, aman, məni məhv etdi intizar, səbrim tükəndi, yox qəmi hicrana taqətim, gəl, gəl mənim gözəl mələyim, nazlı yafətim. Ruhim, səadətim sənə vabəstə hər zaman. Sənsiz cahanda mən yaşamaq istəməm, inan, artıq burax istəmləri, gəl, bağrım oldu qan. Səbrim tükəndi, yox qəmi hicrana taqətim. Gəl, gəl mənim gözəl mələyim, nazlı yafətim. Aha, indi buradan bu gözəl qəzəllə biraz da günahınızı yudunuz da. Səhər-səhər həyat yoldaşınıza bir sevgi etiraf Bir eləmədi. dənə yeri gəlmişdi istəyirəm, Aha, özümdən də deyim. aha. Bir dənə müxəmməs yazmışam 3-4 gün bundan qabaq. Ay, nə Hələ gözəl. qəzəl şeirini vəsf eləmişəm ki, qəzəl şeiri nə deməkdir. İstəyirəm onu oxuyayım burada. Onu da Oxuyun. öz şeirlərimi əzbər deyə bilmirəm. Başqalarının şeyini əzbər, şeirlərini əzbər deyə. Vardı könlümdə məhəbbət qəzəl aşıqlarına. Vardı könlümdə məhəbbət qəzəl aşıqlarına. Hüsnü gülzarını tutmuş gözəl aşıqlarına. Qəzəl olmazsa muğamın dəyəri darə düşər. Qəzəl olmazsa gözəllər qəmi azarə düşər. Qəzəl olmazsa xiridarilər avarə düşər. Ki ziyanı dəyər əlbət əzəl aşıqlarına. Vardı könlümdə məhəbbət qəzəl aşıqlarına. Ey muğamatı sevənlər, sizə canım qurban. Gülşəni ömrü məra, ruhi rəvanım qurban. Dəhridə hər nəyə ta gəlsə gümanım, qurban. Verməyin gənc muğamı xəzəl aşıqlarına. Vardı könlümdə məhəbbət qəzəl aşıqlarına. Eşitey əhli süxəndan, sözümü sadə kimi, ta Füzuli ilə Seyid, Vahid ustada kimi, qoruyaq bu sənəti piridən övlada kimi, yetirin bu sözümü fil məsəl aşıqlarına. Vardı könlümdə məhəbbət qəzəl aşıqlarına.
Baxma nadan sözünə, sən oxu dəstgahları. Muğam dəstgahlarında oxunmur, toyxanalarda da oxunmur. Biz ata-oğul gedəndə bir şey deyirlər, başlayıram bir dənə Rastan Şuradan, Zabıl Zeyadan. Bu deyir ki, ay şey, istəmirlər, deyirəm sən işimi gör. Bax, desin öz Allah'ına. Deyirəm sən muğam dəstgahını qoy, desinlər ki, oxumasaqlar. Heç deyən də yoxdur, valla qulaq asırlar. Muğam dəstgahları tərk oldu be, oxumur. Dəstgah, muğam dəstgah şəklində oxunur. Baxma nadan sözünə, gəl oxu dəstgahları. Şur şəhnaz-ı hümayun-u səhargahları. Mən də yazdım bəlağım. Ağla dərd-ü qəmə, qərq elə bədxahiləri. Olsun əlbəttə bu dərsi əməl aşıqlarına, vardı könlümdə məhəbbət. Qəzəl aşıqlarına, vardı könlümdə məhəbbət. Qəzəl aşıqları. Təşəkkürlər, çox sağ olun Aqil müəllim. Var olasınız illərlə Aqil müəllim, Firuz müəllim o möhtəşəm, belə deyək, toylarda bərabərdir. Çiyin-çiyinə, həm dost kimi, həm sənət yoldaşı kimi çalışıblar. İndi mən diqqət edirəm, yenə dəb halı alıbdır o toylarımız. Hə, Firuz müəllim? Belə böyük bir toylar təşkil olunur. Bakı toyları xanımlar üçün ayrı, bəylər üçün ayrı. Və orada muğam gecəsi də olur, orada estrada da olur, orada bir meyxana da olur. Çünki elə Bakılılarda siz bilirsiniz də, o meyxana da adətdir də, Aqil müəllim. Sadəcə olaraq onu müəyyən bir proqrama mı salmaq lazımdır ki, hər biri səliqəli olsun? Mənim sözünüzü istəyirəm, yadımdan çıxar. Hətta bir dəfə ağlıma gəldi ki, məsələn, bir təklif kimi deyim bunu, bəlkə qəbul edilər. Deyirəm, bu toylar ki var, xüsusən şəhərdə, şadlıq evlərində kəsilən toylar var. Burada da üzr istəyirəm sizdən, arvadlar düşür ortalığa. Saat 6-dan 12-yə oynayırlar. Nə muğama quzarım, nə qəzəl. Desəm inciməzsiniz ki. Yox, incimərik. Ataların gözəl bir məsəl var. Deyir ki, işçi qaldı arvada, ölən günümüz al yada. Bir daha belə söz var. Kişilər oturub baxırlar, yazıq belə. 6 saat bu arvadlar oynayırlar. Biz toyun da fəlsəfəsini başa düşmürük. Toy nə üçündür? Toy təkcə oynama, atılıb düşmək üçündürmü? Bəli. Toyda təbriklər deyirlər, şeir deyirlər, xanəndə oxuyar. Oynamaq da lazımdır, meyxana, hər şey lazımdır. Öz zamanı var, vaxtı var. Zamanı var. İndi mən belə bir dəfə fikrə gəldim ki, qalıb eləməmişəm, o işi görməmişəm. Demək, bu toy dəvətnamə ilə çağırırlar da. Dəvətnamə bölünsün üst yerə. Aha. Məsələn, 6 saat getmir toy. Birinci hissədə yazılsın, xalq musiqisini sevənlər üçün 2 saat, 6-dan 8-əcən. Valla, ikinci hissədə yazılır ki, muğam musiqisini sevənlər üçün 2 saat, 3-cü saat yazılsın ki, Xanımlar rəqs eləyin. rəqs eləyirlər səhərəcən. Valla belə bir fikrə düşmüşdüm mən. Onu inşallah Bilmirəm, o necə həyata olur. keçirəsiniz. Qısa ara yenidən Pis maraqlı söhbətimizə qayıdacağıq. Onda Aqil müəllim, buradan bəylərə deyin ki, toya gedəndə xanımlarınızı aparmayın. Yox, hələ deyil. Elə şey olar, Hələ deyil, hələ deyil. Oynayırlar da. Da oynamalıdırlar da, toyda oynayırlar. Aparmısansa oynamalıdır. Hə, onda Ben aparma. oynayımı baxıcı. Düz deyirsiniz. Və biz qeyd etdik ki, bu yaxınlarda Firuz müəllimgilin o gözəl ailəsində qonaq olmuşduq. Buradan həyat yoldaşınızı salamlayıram. Bir etiraf eləyin, xahiş edirəm. Bayaq xanımın da xətrinə dəymişsiniz. Bax, qızınız xanım məni yığmışdı ki, ana evdə Sevgi hirslənir. elə yerindedir. Aha, bir etiraf eləyin xanımınıza, bu günləri sevgi günüdür. Bir sevgi etiraf eləyin. Ben sevgiliniz istəyirəm. Sevgi gərək pünhan olsun. Gizlin olsun. Gör nələr bilir bu ki. Sevgilim bu 50 ildə belə Sevgili şeylər. kişilərsə mən sevirəm. Bu sevmək deyil. Sevgi bəs necə olmalıdır? Pünhan olmalıdır. Heç kəs bilməməlidir. O bilməlidir və o yəni çıxırmıyorsan ki mən sevirəm. Aha, amma evdəkilər, elə həyat yoldaşınız sizin adınız gələndə bax göz yaşlarını saxlaya bilmir. Eləcə də evlatlar. Bu sevgi təbii ki, vətənə olan sevgi var, ailəyə olan sevgi var, evlatlara olan sevgi var, həyat yoldaşına olan sevgi var. Siz demişkən, hərə bu sevgini bir cür bir üzə verir. Görək Firuz müəllimgilin ailəsində bu sevgini necə üzə vermişdilər. Gəlin izləyək. Nə demək istəyirsən ataya burada? Deməmiş kövrəlirəm. Onu sevirik, həmişə var olsun.
qabaqda çoxlu yubileylərimiz olsun inşallah. Amin, amin. Sən də eyni atana bənzəyirsən, ha belə deyim. Böyük qız. Mən də təbrik edirəm. Hər səhər 10 tarı ilə gözümüzü açırıq saat 6-dan 7 yarısından həmişə də elə olsun. Amin. Mən də atama can sağlığı arzulayıram. Dünya durduqca dursun. Amin, amin. Gəlinlər nə arzulayır qaynatasına? Biz də can sağlığı arzulayırıq. Həmişə üzü gülsün, həmişə bax biz ətrafında yığışaq, onun başına yığışaq, xoş günlərini daim qeyd eləyə birlikdə. Həmişə belə mehriban olaq. Siz də gəlin, hər dəfə yubileylərini çəkəsiniz inşallah. Amin inşallah. Xanım sən nə deyirsən? Dinə. Mən də atamı çox sevirəm. Fəxr eləyirəm. O bizim fəxrimizdir. Həmişə yaşasın. Başımızın üstündə olsun. 100 yaşasın inşallah. Amin. Sizin də bir özəl Firuz müəllim yanınızda yoxdur. Həyat yoldaşınıza bir təbrikinizi eşidək. Mən ona can sağlığı arzulayıram. Yalnız can sağlığı, necə deyirəm. Yaxşı ki var, hə ailəmizdə? Yaxşı ki var. Hamı kövrəldi. Ata o qədər gözəl atadır ki, o qədər evlatları, həyat yoldaşını çox sevir ki, ona görə də danışanda, bax qızlar da sizə bənzəyir, biraz kövrəkdilər, hə? Niyə kövrəldiniz? Niyə kövrəldiniz? Niyə kövrəldiniz? Niyə kövrəldiniz? O kövrəldi baxdım ona. Yox. Allah can sağlığı. Ümumiyyətlə atam ADF-də ifa elədi. Biz onu göz yaşarsız qulaq asa bilmirik. Hər birimiz eləyik, yəni. Atanızı, qızlar ona görə atamıza. deyirlər, atanı çox istəyir. Yəni göz yaşarsız atamıza baxmırıq. Niyə? Uşaqlarım mənə belə baxır. duyursunuz yəni. Qıraqda deyirəm, sənə qurban olaram, sənə qurban. Allah bütün ataları qorusun. Allah qorusun əlbəttə ki, valideynlərimizi. O da evlatlarınızın gördüyünüzdə sizdən gizlin bir etiraflarını həyat yoldaşınızın çəkmişdik, hə? Sağ ol, sağ ol. Hemen çəkmişsən. Amma siz də əli ifa edəndə, yəni mən belə başa düşdüm. Kövrəldim. Kövrəldiniz, hə? Yaman ki. Əli şey ifa elədi ki, qap pəncərəni dir özün bağlaya biləsən. Sonra keçdi bir də 80-90 sənə arzulamıram. Dedim, bana bu 90 ne tez oldu, bu ne diyor? Ben özümə uşağı istəyirəm. Mən canım üçün mən siqaret çəkərəm. Məni bilmirlər siqaret çəkərəm. Böyle hər birən hamısı məndən böyle gizli çəkirəm. Bəli, o illərdir sizdə xasiyyətim qalıb böyüyə kiçiyə olan o hörmət, diqqət. Ay Əli, bəlkə götürəsən bir ata üçün yenə ifa edəsən, hə? Qonaq canlıda, canlı. Olar mı? Hə? Aha. Abbas sən də kömək ol. Bəli, elə istəyirik ki, elə o canlı ifa, elə burada ifa et. Əli, bax burada ifa elə. Sən kömək eləyə bilərik. Mənə yüzül ömür arzulamayın. Xəzan yarpağı tək qovmasın kölə. Gözlərim görsə də ayağım əlim əsalıq olanda dayansın ürək. Mənə yüzül ömür arzulamayın. Yerişin, gülüşün, səsini itməsin. Məndən cavan olan, gümrah olanlar dünyada çiynimdə köçüb getməsin. Məndən cavan olan, gümrah olanlar dünyada çiynimdə köçüb getməsin. Sənə elə ömür arzulayıram. Ölüncə ümman tək çağlaya bilir. Qapı pəncərəni öz evindəki özün aça bilir, bağlaya bilir. Sənə elə ömür arzulayıram. Ölüncə ümman tək çağlaya bilir. Qapı pəncərəni öz evindəki özün aça bilir, bağlaya bilir. Qapı pəncərəni öz evindəki
özüm aşa bilib bağlaya bilib. Çox sağ ol. Bax, Əli, niyə görəsə Firuz müəllim hər dəfə bu mahnını eşidəndə kövrəlir? Kövrəldim yanında. Niyə kövrəlirsiniz Firuz müəllim? Yəni, nələri xatırlayırsınız, nələr gözünüzün önündən gəlir? Sözü kövrəlirəm. Sözləri. Bir də hərdən bir qürurlu baxış olur Əliyə ki, nə gözəl Mən çəkir. özlüyümdə çox götür-qoy eləyən adamam. Buna görə deyirəm, özüm çox ağlayıram da. Aha, özünüz də ifa eləyəndə, Əli oxuyanda kövrəlirsiniz. Ümumiyyətlə, kövrək insansınız, mən diqqət edirəm. Ya mənə, Hər zaman belə olur. mənim deməli yubileyimdə mənim ilk musiqi məktəbinə getmişəm Maşdağa Bəli. kəndində. O vaxt biz onada musiqi məktəbi yoxdur. Novruz müəllim, Allah rəhmət eləsin, mənim müəllimim oldu. Deməli, yoldaşı götürür bizə zəng eləyir. Deyir, Firuzun yubileyidir, mən onun yoldaşını görməmişəm. Bəli. Neçə illər Novruz rəhmətə gedib. Deyirsə, mənə bilet şeydir, mən gəlməliyəm. Mən pis oldum, Novruz rəhmətə gedəndə mən inanın ki, indi ben artıq danışacağım. Mən anam da duranda belə qorxacağım bu gedim tabutu götürüm falan. Gedmərəm belə. Gəldim Novruz'u dəfn eləyəndə, gedir. Dedim, yox, mən girməliyəm bunun tabutun altına. Getdim, girdim. Bütün cəmaat mənə baxdı. Qorxuram ha, girdim. Ölsəm mi girəcəm? Neyse, bu arvad durdu, gəldi yubileyə. Ben tanımıram bu arvadı. Gəldi. Dedim, mənə salam verəkəm, yaşlı arvad da. 80 yaşı var. Tanıdım, mənə deyirəm, yox. Oturmuşam, bir konser başlayacaq. Deyirəm, ben Novruz deyəm, tüylərim bizcə dedi. Dedim, nə zəhmə çəkib gəlmişsən falan. Axır gül də alıb gəlib mənim üçün. İndi mən danışıram ki, mənə necə müəllimlik eləyib Novruz. Ağlayıram. Sonra yoldaşlar oturub, mənim dostlarım. Deyirəm, mən nə uşaqlam, mənə tarı öyrədib. Mən əsərlər çalmışam falan. Mən tar tutmaq bilirdim. Hamısını öyrədim mənə. Mən indi Tarı Novruz sizə sevdirən insan. bir ixtiyar danışıram, ağlayıram Novruz. Mən nasıldır? Bəli, o sizin o ürəyinizin o gözəlliyi, kövrəkliyidir. Neyse, böyle çox danışdım. Hər zaman sevinç gözyaşları olsun Firuz müəllim, hər zaman var olasınız. Ustad demişkən, Aqil müəllim, sizin də ustadınız Hacı Baba olub da, düzdürmü? Özünüz istəmişsiniz, gedəsiniz Hacı Baba müəllimin sinifində. 2 il mən onun dərsinə getdim. Bəli. 74-dən 70. Yox, mən 74-də atam bunları qonaq aləti götürdü, gəldi. Bəhram Mansur oldu, Hacı Baba Hüseyin oldu. O vaxt daha belə söhbətlər yox idi axı bu. Sonraki illərin faciələri. Boris Geropian vardı. Bakıda ən tanınmış kamança salanlardan da çox diyorlar. Bu da bunları götürüb gəliblər. 74-də əskərlikdən gəlmişdim atam qonaqdı. Bunlar gəldilər, çaldılar, oxudular, məni oxuturdular. Birinci dəfə Tarsalan yanında oldu, Bəhram Mansurun yanında oturmuşam. Qismətə baxın. Birinci dəfə Tarsalan yanında oturanda Bəhram Mansurun yanında oturmuşam. Allah. Sonra bu yığıncaqlar adət şəkili aldı. 3 gündən, 5 gündən, 10 gündən bir atam bunları yığılıb məclis şəkili aldı. Hacı Baba da mənə gedəndə, gəl mənim sinifimə, dərslərə qulaq as. Dedim, baş üstə. 74-dən 76-ya qədər mən hələ belə getdim, qeyri-rəsmi. 76-cı ildə Mərdəkana toya gəlmişdi. Dedi, gedəndə dedi ki, gəl dokumentləri ver də, bəs də, nə qədər belə gəlib gedəcəksin məni dedi. Mən də gedim sənədlərimi verdim, 76-cı ildə daxil oldum. İndi birinci gündür dərsə getmişəm. Mən Hacı Baba ilə getmişəm də, 3 ilşə. Ali məktəb tutarmışam, 10 illik məktəbdə dərs deyirəm. 10 illik məktəb, Günortaydan dərs deyirəm. Günortadan sonra qaçıram Asif Zeynallıya. Bu var, oradan maaş alıram, buradan da stipendiya. Gözəl. Demək, gəldim birinci gün girdim sinifə. Aşağıdaydı onun sinifi görmüşdüm. Gördüm otur beləsi. Salam əleykum. Özümü dünyanın ən xoşbəxt adamı hesab edirəm. Dedi mənə, xəbərim var. Dedim, yox. Sana başqa müəllimin sinifinə salıblar. Nə? Ged işimi düzəl. Qaçdım yuxarı. Ged Adil Babayo'nun yanına. Mən də Adil Babayo'yu tanımıram. Sən demə də bütün 3 il Adil Babayo'du yanında da bilirdin də.
Getdim gördüm Adil baba bir qara buğday adam da oturub bir cədvəl yazırlar nə salam vereyim. Nə lazımdır? Dedim mən Aziz Baba Hüseynovun sinifinə gəlmişəm. Mən başqa sinifə saldım. Dedi kimin? Dedim filan kəsin. Get dərsi oxu da mənə dedi. Dedim yo mən ali məktəb qurtarmışam, məktəbdə işləyirəm. Mən Aziz Babaya deyirəm, bura mənə lazımdır. Belə danışmaq olmaz axı. Cavanam da. Dedi ki burada zakaz qəbul olunmur. Xoş getdin. Dedim mənə də lazımdır. Durdum pləkanlığa düşəndə onun yanında sonra bizən kim diyor? Şaradı deyər, o rəhmətə gedir, cavan, yaxşı adamdır. O da müdür müavini idi. Ay Aqil, bura gəl, gəldim. Ada sən nə inirsən? Dedim, nə inedim mən bəyə? Ana bu Adil Babayev hələ söz demədim. Adil Babayev kimdir, mən tanımıram bax. Sonradan bilmişəm ki. Gəldi ki, gəl o dedim ki, o müəllim istəmirəm də mən, neysə. Aziz Babanın sinifindən birini çıxartdılar, saldılar onun sinifinə. Sən demə, mənim bu sözüm, bu keskin danışmağım, hələ adamlar o belə bir nazik tərəf, xoşuna gəlim bunun. Hələ uçu ilki qutaranaca mənə deyirdi ki, qaraqabaq adam deyə danışmırdı. O filan kəsin söhbəti necə oldu? Bax, gülürdüm, aldım mən. Aziz Babanın sinifində mən belə yermişəm. Aziz Babaya xatir. Alim Qasımovla tələbə yoldaşı oldu. Alim Qasımov 78-də gəldi. Bəli. Mən artıq 3-cü kursda oxuyanda bir gün gəldim, gördüm bir arıq oğlan küncdə sıxılıb belə oturub, belə eləyib oturub. Aziz Baba oturdu, salam belə gələksən. Dedim, onu oxumağını görmüsən? Dedim, yox. Dedi ki, o taza gəlib bu. Dedim, o bütün oxuyanlar bizim sinifə gəldi. Dedim, lap yaxşı. Bir dənə səsi var bunda, aləmdir və yaxşı olacaq inşallah. Bax belə. Orada gördüm, birinci dəfə hələ gördüm alimi. O Ağanın tələbəsi idi. Bizim sinifdə də gəlib otururdu yerdən mən belə. Bəli. Allah Ağana da rəhmət eləsin. Allah rəhmət. Və alim müəllim gəlib sizdən bir qəzəl almaq üçün gəlib Şağan kəndinə. Toyda oldu da, toyda, Zirədə toyda oldu. Bəli. Düşdüm bunlarla, ömrümdə bir dəfə bunlarla toya düşmüşəm. Mən burada neyniyim? Alim sesi gedir dünyanın o başına. Aziz Baba burada, Aziz Baba ilə mən belə oturmuşum, onlar da yanında oturublar. Ağanla, müəllim tələbə kimi. Cavanşirin toyda, Cavanşirində də. Ki, mən nə oxuyum burada, mən necə edeyim? Dəhşət pürüyüm məni. Şirbalı rəhmətli gəldi ki, Əzim müəllim bir dənə şey oxuyun, qulaq asaq da. Cəmaat yığışıb. Orada toy gez başlayıraq, Zirədə. Bu da and olsun Allah. Gün o gündə ki, o misal var, tarih o tarıdır. Aziz Baba durdu yerindən, mən o yanında oturmuş, Aziz Baba. Ağa qardaş, bir də tələt başqanı. Belə də, ağa gəl bir şey oxuyur. Belə şey ola. Mən nə oxuyum burada? And olsun Allah. Ürəyim burada vurur, bax burada. Udğuna bilmirəm, həyəcandan. Adam var vezini olmur, amma mən hələ də öyrəm də. Amma cavandım, sesimin yaxşı vaxtı idi. 81 deyə 82 idi. Mənə lazımdır ki, Ağan, alim, bu zamiqlə ədalət də tarkiman sayılır. Allah ədaləti rəhmət edir. Mən bunların diqqətini cəlb edeyim. Nə oxudunuz? Aşıq Qurbanın nəvəsi dəstəsi ilə burada. Habil Əliyev rəhmətlik. Var yanımda oturub burada, dəstəsi ilə orada. Klarnet Qarman düz 25 nəfər musikant var toyda. Düz 25 nəfər musiqiçi var. Nə oxuyacaq? Deyim Zabul Seyyar. Zabul Seyyar. Aziz Baba da üzün çörü boyuna belə mikrofonla oxuyurdu o vaxt. Çaldılar bunlar. Tələt Başkan o Arif adamdır. Ağa qardaş rəhmətlik də. Ağil həyəcanlanma da. Görürlər gülüm güzəranım nədir də. Dedim yo yaxşıyam məndən filan. Ağzımı açdım oxudum. Övza ayısı. Alim Hasan deyib məktəbdə bir dəfə bu əhvalatı keçən il danışıb o müəllimlər. Oxudum razının. O razı zad yoxdur ya. Kitabı zadı çıxmamışdı. Başladım. Məqsədim bunların diqqətini cəlb eləməkdir. Cəmaat, onsuz da cəmaatımız yaxşı cəmaatdır. Nə oxuyursan, oxuya bilmədin də qəbul edirlər. Mən istəyirəm bunların diqqətini 3 dəqiqə olmasa cəlb edin. Övza-i çərx sanma ki bir ixtilaf olur. Cuyi zamanə gah bulanır, gah hesaf olur. Bunu oxuyuram, bərdaşla. Verməz də Yusifi gəh Misrin bəhasına, gəh Pirəzal əlində bəhası kəlaf olur. Verdim tarçalana, Feyruz. Bir daha belə baxdı mənə, onun səpəki baxmağını görmüşdüm də. Belə qaşlar, üzün çördü. Beləsinə, diyana bilmir yerində. Belə dedi, indi belə deyir ki, mən eşidim.
Mən bilmirəm bu qırışmal bunları hardan öyrənir. Ay, hardan tapmışam bunu, özündən öyrənmişdim. Allah, özü xəbəri yoxdur, almışdım onu. Başqa kimdən alacaq? Bu qəzəli tazadan başladım oxumağa, düşdüm mahiyə. Sonra nə eləmişəm? Bu qəzəl tutdu, bax, fırlanmışı mənə qulaq asın. Həmin o qəzəli alim toydan sonra gəldi. Onu ver mənə. Yox, evə aparacağım səni. Mən evə gətirdim. Bir dənə maskıbisi vardı. Götürdüm məni evə. Qəzəl, gecə saat 4'dür, bu vardı qəzəl olar. Deməli, gələrsən bir dəfə ayrıca verərəm sənə. Getdi bir 3-4 dəfədən sonra gəldi. Bu şey Amerikaya gedib gəlib. Giyinib, maskıbisi, jiguli edib. Gəldi, oturdu, Hüseyin onda balacaydı. Yazdı, pozdu, nesinə qəzəl, həmin o qəzəli də götürdü. Bax, sənət belə formalaşır. Əlbəttə, elə də formalaşır. Səbinə də elə bayaq qeyd etdim ki, sizi kimi dəyərli sənətkarlardan hər zaman özünə bir... Səbinə mənim əruz muğam dərslərində mənim tələbəm olub. Tələbə, hə? Bəli. Aqil müəllimim olub əruz dərsindən. Və mən xoşbəxt insanam ki, bugün bu sənətkarlarla eyni sırada əyləşmişəm. Bəli, Bu vallahi. mənim üçün bir fəxirdir. Səbinə, səni ilə bizim sənətkarlarımız da sevir, biz də sevirik. Çox sağ olun. Estradada ifa edən insanlar da sevir. Çünki sənətin də gözəldir, səsin də gözəldir, özündə. Təşəkkürlər. Gəl ifandan davam edək. Başlayın. Bulutlarım ağlamasın, yüreğimi dağlamasın, beni yoldan saxlamasın, gözleyen var beni. Bulutlarım ağlamasın, yüreğimi dağlamasın, beni yoldan saxlamasın, gözleyen var beni. Yeri yoksa bulutlarda bu kalbime çöldə yağış, yoldan yağış, daya yağış, ama yağış, çöldə yağış, yoldan yağış, ağlar qarsan nərgizləri, yolda qalar yar gözləri, ağladarsan nərgizləri, yolda qalar yar gözləri. Bulutlarım ağlamadı, yüreğimi dağlamadı, beni yoldan saxlamadı, gözəlimi gördü. Bulutlarım ağlamadı, yüreğimi dağlamadı, beni yoldan saxlamadı, gözəlimi gördü. Külək esti sərin sərin, gözə güldülər gözləri. Mən öyle bilirdim ki, mənə yar olacaqsan. Aləmdə mənə yar vəfadar olacaqsan. Mən öyle xəyal etmişdim gülürən sərbəstə olan qəmlərə qəmxar olacaq sana yamalım. Külək esti sərin sərin, gözə güldü nərgizlərin,
düşür. Bilirlər ki, yar görüşür. Buludların başa düşür. Bilirlər ki, yar görüşür. Buludların başa düşür. Bilirlər ki, yar görüşür. Köhnələndikcə həqiqət meyxanələrin, badəyə tazələnir rəğbət məstanələrin. Badə keyfiyyətini əhli səfadan xəbər al. Yeri yoxdur bu hərəmxanədə biganələrin. Tazələndirdi cəhanı yenə əyyam-ı bahar. Sirrini kəşf elədi bad-ı səba danələrin. Eşq sevdalarının mərhələ peymaları var. Əqli çatmaz o yerə aqil-ü fərzanələrin. Dil təmənnayı visal eyləməyincə nə bilir, şəmə yanmaqda nədir məqsədi pərvanələrin. Baş vurub süfrə-i namərdə səlam etmədilər. Afərin himməti valasına mərdanələrin. Zülfü sərgəştəligin bad-ı səbadan xəbər al. Mu şərh eləyir, min dili var şanələrin. Zülfüdən söylədi Yusif, yenə dincəlməyəcək. Hərəkət verməsə zəncirinə divanələrin. Hərəkət verməsə zəncirinə divanələrin. Biz ulama təhlükəm vardır əldə canımız. Biz ulama təhlükəm vardır əldə canımız. Tarsız, neysiz, kemansız, olmuyor aramımız. Ey biz muğama təhlükəm vardır əldə camımız. Tarısız, neysiz, kamansız olmuyor aramımız. Siz sual etsəz ki, ariflər haçan dilşad oluyor. Siz sual etsəz ki, ariflər haçan dilşad oluyor. Hal ilə hal əhlinim görcək olur bayramımız. Sandım vəfalı, hər gülə ümmidi bağladım. Axır vəfalı çıxmadı, dərdimdən ağladım. Bir cümlə tapmadım ki, ola eşqidən gözəl. Tarixi hər səhifəni açdım, varaqladım. Dünyanın eyşini uşuna aluda olmadım. Gülgün şərabı attım əlimdən ayaqladım. Divanələr tək olmadı həmraz olan mənə. Qəm güşəsində nalə çəkib diz qucaqladım. Bir lalə özlü, fitnə baxışlı şəkər ləbin. Məcnuni oldum, eşqi ilə sinə dağladım. Gördüm gülayə eləyəcək sevgilim mənə. Fürsətdən istifadə edib mən qabaqladım. Vahid o kimsələr ki, Gülüstan-ı şeiridən gül dərdi getdi, xar-ı xəsin mən alaqladım. Gül dərdi getdi, xar-ı xəsin mən alaqladım. Ay biz muğama təhlükəm vardır əldə camımız. Tarsız, neysiz, kamansız olmuyor aramımız. Siz sual etsəz ki, ariflər haçan dilşad olur.
ilə hal əhlini görcək, olur bayramımız. Biz həmişə əhli şeirin zövqünün qurbanıyıq. Biz həmişə əhli şeirin qurbanıyıq. Biz həmişə əhli şeirin zövqünün qurbanıyıq. Can gərək qurban edək ariflərə biz hamımız. Biz Füzulilər, Seydlər nəslinin övladıyıq. Bənlik aləmlərə var təbimiz, ilhamımız. Yoxdur cabbar ki Yoxdur cabbar ki Mələskərdən soruşsun seyyidim. Zülfü tərk etmiş bizim xansız kəsir bir əyyamımız. Zülfü tərk etmiş bizim Hacı Adillə kesir əyyamımız. Gerçi qurban ayrı salmış tarını mizrabıdan. Gerçi qurban ayrı salmış tarını mizrabıdan. Tarını dilləndirən yoxdur bizim bəhramımız. Əmma tarını dilləndirən var bizim Firuz müəllim kimi ustadımız. Biz sənin hüsnün görəndən ay Firuz müəllim, biz sənin hüsnün görəndən hacı tək məstaneyik. Ol zamanla birləşibdir gündüzə yaşayamımız. Sellər sular coşar daim, bəndlər yazda aşar daim. Firuz Əliyev sənəti qəlblərdə yaşar daim. Əzzinəm yaz olar, bülbül gülə baz olar. Yana bilmədim. Əzzinəm yaz olar, bülbül gülə baz olar. Səni ay Firuz 100 yaşayasan, 90 desəm az olar. Əzzinəm tar çalana, əzzinəm tar çalana, bunu Hacı Baba deyib bu bayatını. Əzzinəm tar çalana, tar ver Firuz müəllim kimi tar çalana. Ay Firuz səni bizlərdən ayranın ürəyi parçalar. Atlandım keçdim qaşdan, gəl gəl ayağına. Yaşmadı düşdüm aşdan, gəl gəl ayağıma. Məhəbbət yoxmu səndə, gəl gəl ayağıma. Gözüm qurudu yaşdan, gəl gəl ayağıma. Ateşim var köyüm yana, ah bülbül oldum gülüm yana. Ateşim var köyüm yana, bülbül oldum gülüm yana. Mən bu eşqə düşəni ağlamaqdan gülüm yana. Mən bu eşqə düşəni ağlamaqdan gülüm yana. Qarşıdan gəl görəyim, gəl gəl ayağıma. Sazın uzun hörəyim, gəl gəl ayağıma. Sənin kimi zalıma, gəl gəl ayağıma.
olun, var olun. Vallahi zövq alırıq bu gözəl ifalardan, bu gözəl söhbətlərdən. Təşəkkür edirik. Birazdan Firuz müəllimin konsertində nələr baş vermişdi o 75 illik yubileydə. O haqda da tamaşaçılarımıza gözəl bir sujetimizi təqdim edəcəyik. Amma sponsorlarımıza bir təşəkkür edək. Xüsusi sponsorumuza təşəkkür etmək istəyirəm. Cəmiyyətdə çox danışılmasa və paylaşılmasa da bugün bir çox insanlar müəyyən problemlərdən əziyyət çəkir. Türkiyənin çox seçilən böyüklər üçün bez markası Campet bu sahədə sizə geniş məhsul çeşidi ilə misilsiz həllər təklif edir. Xüsusi olaraq böyüklər üçün hazırlanmış fərqli məhsullara sahib olan Campet həyatınızı asanlaşdırır. Siz də həyatı dolu-dolu yaşamaq istəyirsinizsə, özünüzü güvəndə hiss etmək istəyirsinizsə, risk etməyin, Campet alın. Hava şəraitindən asılı olmayaraq şiddətli boğaz ağrısı, boğazda qızartı, angina, faringit, tanzilit kimi xəstəliklər səbəbindən baş verir. Bu hallarda angilordan istifadə edə bilərsiniz. Angilor viruslar məhv edir, iltihabı və ağrını tez müddətdə aradan qaldırır. Tez və effektiv təsirə malikdir. 20 ildən çoxdur ki, ailələrimizin də, süfrələrimizin də əvəz olunmaz suyu, limonatı, slavyanka suları və limonatlardır ki, siz də evinizə, ofisinizə slavyanka suları sifariş etmək istəyirsinizsə çox rahat. Ulduz 21-21 nömrəsini yığırsınız, sifarişiniz anında ünvanda olur. Və 27-si iyun Firuz Əliyevin Muğam Mərkəzində möhtəşəm bir konsert proqramı, 75 illiyinə həsr olunmuş konsert proqramı baş tutdu. Orada nələr baş verdi, kimlər dəvətli idi, kimlər dəvətli deyildi, kimlərin çıxışı var idi, kimlərin çıxışı yox idi. Gəlin izləyək. Birinci dəfədir yubiley keçirdirəm. 70-də, 65-də 51-də cavanam. Tənqidə ehtiyacım vardı, tərifə yox. İndi qocala gördüm ki, qocalıram, əl-qol da biraz yığılır. İndi tərifə ehtiyacım var ona görə. Amma mən deyim ki, xanım sizə yaxşı var. Ola bilər, ola bilər. Baxmalıyıq da. Fanatıyam mən. Onun o necə qidasıdır tar çalmaq, musiqi. Ancaq onu arzulayıram. Bir tar həmişə sinəsində dayansın. Atamız bizdən razıdır, şükür Allaha, razıdır. Və nə deyirsə, yenə o bizim bir dəfəsinə ləf edirəm ki, yenə rəhbər atadır. Nədirsə, biz hər şey ona məsləhət edirik. Yəni atamız bizi heç vaxt onun üzümüzə deyən deyil. Tərif eləyən deyil. Musiqidə də həmişə soruşuruq ki, necə ifa elədik, necədir. Heç vaxt əla deməzlər. Yəni ki, deyir ki, hələ davam edin, öyrənin, yəni öyrənin, yaxşıdır. Maraqlıdır, qızlar ataları üçün nə hədiyyə eləyib? Ətri sevir, mən ətir almışdım. Özünə baxmağı çox xoşdur deyə. Qəşəng giyinməyi sevir. Yaxşı köynək almışdım. Biz həmin günü bayram hesab edirik. Bəli, çox hamımız bir yerdə oluruq, nəvələr, uşaqlar, kürəkənlər, hamımız papanın başının üstündə oluruq. Hər qızın nəsə pişirib gətirməyə onun üçün bayramdır. Həqiqətən. Yəni ev yeməkləri xoşlayanda çox restoran xoşlamır. Can sağlığı arzulayıram, yəni həmişə yanımızda olsun, tarı da sinəsində olsun. Bugün burada özünü müğənni kimi mi, belə qonaq kimi hiss edirsən, yoxsa kürəkən kimi, yəni necə? Demək olar ki, həm qonaq kimi hiss edirəm, həm kürəkən kimi hiss edirəm. Maraqlıdır, münasibətləriniz o dediyim kimi qaynata kürəkən kimidir, yoxsa daha çox belə dostyanə? Biz bir-birimizi yaxşı başa düşürük, dostyanədir. O, nəinki mənə qarşı, elə başqa kürəkənlərlə də qarşı, yəni el alındı, dostyanədir. Mənim şəxsən müəllimin yubileyidir. Mən həmişə onun qarşısında əziyyət çəkmək mənim borcumdur. Arzulayırıq 80-da da, 85-də də, 90-da da səhnədə tar sinəsində olsun.
magistrda oxuyanda Firuz müəllimin tələbəsi olmuşam. Həmişə bir ətrafında bir müsbət aura yaradan bir insandır. Sənət uğurları arzulayıram. İnşallah ki 80-də bir konsertə gələrik, 85-90. Allahdan arzulayırıq biz bunu sağlam canla. İnşallah ki o biri yubileylərdə görüşənə dək inşallah. Nizə gələk. Var olun, çox sağ olun. Firuz müəllim, Allah sizi var eləsin. Elə buradan Səhərə xanımı da salamlayıram. Allah can sağlığı versin. Münəvvər xanımı da salamlayıram. Var olsunlar ki, həyat yoldaşlarına bax belə qulluq edirlər. Zəhmət çəkmişsiniz mənim yubileyimdə. Xoşdur. Ayselə təşəkkür edirəm Xıdırovaya. Bəli. Çox sağ ol deyirəm. Bir də Azərbaycan televiziyasına mən minnətdarlığımı bildirirəm ki. Bəli. Rövşən müəllim bu qədər işlə dedi ki, sən narahat olma, hər şey düzələcək. Biz hər zaman sizi kimi dəyərli sənətkarların qulluğundayıq. Təbii ki, Xəzər televiziyası olaraq. Sağ olun. Murad müəllim də, Allah canı sağ olsun, həmişə mənə dəstək olub. Əlbəttə, elə ilk ad gününüzü də biz işıqlandırdıq, təbii ki. Təşəkkür edirik, əziyyət. 75 o qədər böyük yaş deyil. Hələ qabaqdadır səfası ömrün. 80-ə, 90-a, 100-ə satasan, sənə həmdəm olsun vəfası ömrün, sənə həmdəm olsun vəfası ömrün. Bəh, bəh, bəh!